Hər vaxtınız xeyir dəyərli izləyicilər. Xətai metrosunun çıxışında qanuni 3 otaqlı 136 kvadrat ümumi sahəsi olan təzə təmirli mənzilimiz satışa çıxdı. İlk öncə sizə mənzilimizin geniş olan qonaq otağını göstərim. Təmirdən sonra yaşayış olmayıb. Bütün otaqlarda pərdəli üstür asılıb, kondisioner xətti çəkilib. Qonaq otağının qarşısında açıq eyvanı var. Görüntü metro istiqamətindədir. TV stent yığılıb, hazır vəziyyətdədir. Otaqların döşəməsi bahalı laminatdır. Mənzilimizin birinci sanitar qovşağı. Ölçüsü genişdir, bütün aksesuarlar yığılıb, hazır vəziyyətdədir. Qarderob otağı, mebeli yığılıb, paltaryan burada nəzərdə tutulub. Geniş olan mətbəxi. Mətbəx mebeli tam yığılıb, aksesuar quraşdırılıb. Döşəmə qranit mərmər isti döşəmədir. Mebelin üstü töhmə mərmərdir. Sizə digər otaqları göstərim. İlk öncə mənzilimizin giriş qapısı sağ tərəfində geniş dəhliz mebeli, sol tərəfində güzgül açarlıq yığılıb. Dəhlizi də çox genişdir. Birinci yataq otağı. Birinci yataq otağının ölçüsü genişdir. Qarşısında əlavə eyvanı var. Belə güzgülü termo yığılıb, qarderob mebeli yığılıb, daxilində özünə məxsus sanitar qovşağı mövcuddur. Sanitar qovşaqda bütün aksesuarlar yığılıb. İkinci yataq otağının da ölçüsü genişdir, pərdəli üstür asılıb, qarderobu yığılıb. Əziz izləyicilərimiz, gördüyünüz bu gözəl mənzil 16 mərtəbəli binanın 15-ci mərtəbəsindədir. Qanuni 3 otaqlı 136 kvadrat ümumi sahəsi var. Sənəd çıxarış qiyməti 373 min manat.